Uşaqlar, rasional ifadələrdən gəlib çıxmışdıq hara qədər? Muxtəsər vurma düsturlarına qədər. Muxtəsər vurma düsturlarında əsas 7 dənə düstur var. O düsturu mütləq şəkildə əzbərləməlisiniz. Başqa variantı yoxdur. Birinci düsturumuz. Adı ilə bir yerdə əzbərləməlisiniz həm də. Aydındır. Adı çəkiləndə biləsən hansı düsturdan söhbət gedir. Birinci düsturumuz iki ifadənin cəminin kvadratıdır. Cəmin kvadratı. Bu bərabərdir birincinin kvadratı, üstə gəlinsin birincinin ikinciyə vurma hasilinin 2 misli, yəni 2AB üstə gəlinsin nə? B-nin kvadratı. Bu olur nə? Cəmin kvadratı. İki ifadənin cəminin kvadratı. Düzdür. İkinci düsturumuz. İki ifadənin fərqinin kvadratı. A minus B-nin kvadratı. Uşaqlar, bu da A kvadrat, birincinin kvadratı. Birincinin ikinciyə vurma hasilinin 2 misli çıxarılan ikincinin kvadratı. Bu da olur fərqin kvadratı. Üçüncü düsturumuz. Ən məşhur düsturdur. Bu 7 düsturun içində ən çox istifadə olunan, ən çox hörmət olunan, ən çox müraciət olunan düstur kvadratlar fərqi düsturdur. Bax, cəmin kvadratı var, kvadratlar cəmi deyə bir düstur yoxdur. Yəni, A kvadrat üstə gəlinsin, B kvadrat deyə bir düstur yoxdur. Birdən deyərsiniz, müəllim, orada kitabda yazılıb var. Nə bilim, A plus B-nin kvadratı minus 2AB. Bu köməkçi düsturdur, uşaqlar. Yəni, bu əsas düstur deyil. Aydındır. Mən əsas düsturdan söhbət edirəm. 7 əsas düstur var. Onun ikisini yazmışıq. Üçüncüsü kvadratlar fərqi düsturudur. Bu vuruqları ayırma düsturudur. A kvadrat minus B kvadrat bərabərdir. Birinci mötərizədə onların fərqi, ikinci mötərizədə isə onların cəmi və onların bir-birinə hasili. A kvadrat minus B kvadrat bərabərdir. A minus B, A plus B. Buna deyirlər kvadratlar fərqi. Adında qarışdırma olmaz. Fərqin kvadratı başqa şeydir. Kvadratlar fərqi başqa şeydir. Birində fərqin sonra kvadratı deyirsən. Çünki birinci çıxmanı hesablayıb kvadrata yüksəltməlisən. Bu birində isə kvadratlar sonra fərq deyirsən. Çünki əməl sırasına uyğundur da deyilən söz. Bu da kvadratlar fərqi düsturudur. Dördüncü düsturumuz uşaqlar, bəli. Var cəmin kubu. A plus B-nin kubu. Bunu açanda birinci olur birincinin kubu, üstə gəlinsin 3 vurulsun, birincinin kvadratı vuraq ikinci, üstə gəlinsin 3 vurulsun, birinci vurulsun ikincinin kvadratı, üstə gəlinsin ikincinin kubu. Buna deyirlər uşaqlar cəmin kubu. Dördüncü düsturumuz, dördüncü dedikdə 5-ci düsturumuz. 5-ci düsturumuz isə fərqin kubudur. A minus B-nin nəyi? Kubu. A minus B-nin kubunda da yenə də birincinin kubu çıxılsın, 3 vurulsun, birincinin kvadratı vuraq ikinci, üstə gəlsin 3 vurulsun, birinci vurulsun, ikincinin kvadratı çıxılsın, ikincinin kubu. Bu uşaqlar fərqin kubudur. Buna uyğun olaraq 6-cı və 7-ci düsturumuz nədir? 6-cı düsturumuz kublar cəmidir. Bu da vuruqlara ayırma düsturudur. Kublar cəmi. Yəni A kub plus B kubu varsa əlində. Bunu sən vuruqlara ayıranda birinci mötərizədə onların cəmi, ikinci mötərizədə birincinin kvadratı, birincinin ikinciyə hasili çıxarılan plus ikincinin kvadratı. Buna natamam kvadrat deyirlər. Nəyə görə? Çünki burada 2 misil olmadığına görə natamam kvadrat deyirlər və bəzi yerlərdə görə bilərsiniz deyir ki, kublar cəmi vuruqlara ayıranda birinci mötərizədə onların cəmi vurulsun, ikinci mötərizədə natamam kvadratları fərqi deyir. Natamam kvadrat fərqi də bu deməkdir. Yəni, yenə deyirəm, burada 2 olmadığına görə bu natamam kvadrat gedir. 2 olanda, təbii ki, bildiyimiz yuxarıdakı muxtəsər vurma düsturudur, fərqin kvadratı düsturu olardı. Amma elə olmur. Yaxşı. Bu, kublar cəmidir. Cəmi. Ən nəhayəti 7-ci əsas düsturumuz isə nədir uşaqlar? Kublar fərqi. A kub minus B kub. Birinci mötərizədə onların fərqi, ikinci mötərizədə natamam kvadratları cəmi. Bu düsturlar istənilən hava şəraitində, istənilən vaxtda sizin yanınızda əzbər şəkildə olmalıdır. Adı ilə, sanı ilə bir yerdə. Aydındır. Bu olur kublar fərqi.
Sən bunu 7 düstur kimi fikirləşmə. 14 düstur kimi fikirləş. Necə 14 düstur kimi? Bunu görəndə ağlına bu gəlməlidir. Yaxşı, açılışı. Belə görəndə də bunu təsəvvür eləməlisən. Naxadır, yerində, anında, aydındır. Ona görə də 14 düstur kimi fikirləş. Elə təkcə 7 düstur kimi fikirləşmə bunu. Bax, əsas bu düsturlardır. Orada köməkçi düsturlar var, dediyim kimi. Onları çalışmaların içində biz tətbiq eləyək, hamısını özümüz yarada bilərik. Problem yoxdur. Yaxşı. Bu olur muxtəsər Roma düsturları. Bu öz yerində. Oldu. Bunlardan biz harada istifadə edəcəyik? İfadələrin sadələşdirilməsində, nə bilim, vurğulara ayırmada, fərqli yerlərdə bunlardan biz istifadə eləyəcəyik. Çoxhədlilər üzərində əməllərdən ən önəmli əməllərdən biri sadələşdirmə olduğu kimi, digər əməl də çoxhədlinin vurğulara ayrılmasıdır. Çoxhədlinin vurğulara ayrılmasıdır. Çoxhədlini vurğulara ayıranda ya məsələn 4 hədd varsa 2-2 baxacaqsan, 5 hədd varsa 3-ünə 1, 2-sinə 1 baxacaqsan, yəni vəziyyətə görə hərəkət eləyəcəksən. Yəni çoxhədlinin vurğulara ayrılmasında mən sənə deyim ki, konkret belə bir qayda var, bunu tətbiq eləyəcəksən, elə bir şey yoxdur. Vəziyyətə görə hərəkət eləyəcəksən. Amma xüsusi bir qaydası olan kvadrat üçhədlinin vurğulara ayrılmasıdır. Kvadrat üçhədli nədir? 3 həddi olan, indi bəziləri özündə məlumatı var, nə kvadrat tənliyi, kvadrat funksiyada məlumatınız varsa, ax kvadratı plus bx plus c şəklində olan üçhədliyə deyirlər kvadrat üçhədli. Kvadrat üçhədlinin vurğulara ayırmaq üçün xüsusi düstur var. O düstur nədir? Belə köklərindən istifadə edərək kvadrat üçhədlini rahat şəkildə vurğulara ayıra bilərsiniz. Necə? A vurulsun x minus x1 x minus x2. Bax, heç nə yoxdur. Yəni, kvadrat üçhədli verilibsə sənə, səndən o kvadrat üçhədlinin vurğulara ayrılmasını istəyirsə, müxtəlif formada, yenə deyirəm, vurğulara ayırma qaydası var. Müxtəlif formalarda istifadə edib vurğulara ayıra bilərsiniz. Amma, belə deyim, bütün kvadrat üçhədlilərə tətbiq eləyə biləcəyim belə bir qayda var. Köklərdən istifadə edərək kvadrat üçhədlinin vurğulara ayrılması. Məsələn, bir dənə nümunə göstərim. Atıram 2x kvadratı üstə gəlinsin 3x çıxılsın 5. Belə bir kvadrat üçhədli verib sənə və sənə deyir ki, get bu kvadrat üçhədlini nə ilə? Vurğulara ayır. Mən bu ortadakı həddi parçalamaqla bunu vurğulara ayıra bilərəm. Ortadakı həddi parçalamaqla. Ya da ki, bu ümumi qaydanı tətbiq eləyərəm. Ümumi qaydanı necə tətbiq eləyəcəm? Yazacam A. A-sı nədir bunun? 2. Düzdür. 2 vurulsun. X minus x1 nədir? Tapıb qoyacam yerinə. X minus x2 nədir? Tapıb qoyacam yerinə. Hazırdır. Aydındır. Və köklərini necə tapacam? Kvadrat tənliyi həll eləyə bilirəmsə, köklərini də tapacam. Ya Viet teoreminə eləyərsən və yaxud da diskriminantını tapıb bunu həll eləyərsən. Diskriminantını tapanda nə eləyir uşaqlar? B kvadratı 9 çıxılsın, 4 vurulsun, 2 vurulsun, mənfi 5. 9 üstə gəlinsin, 4 2 8, 8 5 nə eləyir? 40. Düzdür? Bu da olur 49. Köklər düsturu necə idi? x1, x2 bərabərdir. Mənfi B, yəni mənfi 3. Plus minus kök altında diskriminant 49 bölünsün 2A. O da eləyir nə? 4. Biraz da sadələşdirsəm, mənfi 3 plus minus 7 bölünsün 4. Bir dəfə x1 bərabərdir, mənfi 3 üstə gələk 7 bölək 4 eləyir 4-də 4, 1. x2-ni də tapanda mənfi 3 çıxılsın 7 bölünsün 4. Uşaqlar eləyir mənfi 10 bölünsün 4. O da olur mənfi 2,5. Bax, köklərini tapdım. Gətirib yazıram yerinə. x1, bax, bura yazıram 1. Burada yazıram mənfi 2,5 yazacam. Mənfi 2,5 yazanda avtomatik bu plus 2,5 olacaq. Aydındır. Bəzən bir də görürsünüz ki, burada kəsir olduğuna görə bunu vururlar bu möhtərəzənin birinin içinə. Bunu vursam bunun içinə nə olacaq? X minus 1 olduğu kimi qalacaq. Bu biri möhtərəzənin içində 2x plus nə olacaq? 5. Bax, bu kvadrat üçhədlini bu şəkildə nə edeyim? Vurğulara ayırdım. Aydındır. Bu qayda kvadrat üçhədlinin xüsusi şəkildə vurğulara ayrılma qaydasıdır. Əzbər yadınızda saxlamalısınız. İndi biz kvadrat tənlik keçəndə kvadrat tənliyin həllinə qaydacaq. O heç, o öz yerində. Amma əlavə olaraq belə bir qaydanın olduğunu mən yadımdan çıxartmam çox vacibdir. Nəyə görə? Çünki rasional ifadələrin məxrəcində və yaxud da surətində biz kvadrat üçhədli görəndə bunun köməyi ilə biz bunu vurğulara ayıracaq. Yaxşı. Nə mənfi 3 oldu? Köklər düsturudur da. Kvadrat tənliyidir o. Keçmişəm onu sənin yadından çıx. Yadıma gəlmir. x1, x2. Onlar yadıma gəlir. B-dir da. B nədir burada? 3 deyil. Düsturda yazıb ki, mənfi B plus minus kök altında diskriminant bölünsün 2A. Aydındır.
Belə. Başa düşdük bunu da. Bu da öz yerində deyəndən sonra keçirik ifadənin kvadrat, əsas da məsələn kvadrat düzəltminin ən böyük, ən kiçik qiymətin təyin olması. Bu 7-ci sinifdə də keçirilən bir şeydir. Tam kvadrata ayırma. Nə? Tam kvadrata ayırma ilə kvadrat düzəltminin ən böyük, ən kiçik qiymətin tapılması. Bax, bura tam kvadrata ayırma nədir? Əvvəla ondan deyim sizə. Məsələn, mən bura yazıram 25. 25 tam kvadrat ədəddir uşaqlar. Yəni 25 bilirik ki 5-in kvadratıdır. Və yaxud da 9 3-ün kvadratıdır. Düzdür? Mən bura yazsam 28. 28 tam kvadrat ədəddir. Xeyr. Amma bundan ən böyük ayıra biləcəyim tam kvadrat neçə ayıra bilərəm? Yazaram 25 üstə gəlinsin 3. 25-ə deyərəm 5-in kvadratı üstə gəlinsin 3. Tam kvadrata ayırmış olaram bunu. Yəni ayıra biləcəyim tam kvadrat oradan nədir? 25, yəni 5-in kvadratı. Gördünüz? Aydındır, bəli. Ən böyük nə ayıra bilirəmsə ayırıram. Bu kvadrat düzəltmdə də belə bir şey var. Məsələn, mənim kvadrat düzəltmim belə bir şey olsa, x kvadrat üstə gəlinsin 4x üstə gəlinsin 4. Bu hamımız bilirik ki, müxtəsər vurma düsturudur. X plus 2-nin mötərizə kvadratının açılışıdır. Bax, birincinin kvadratı, birinci, ikinci asının iki misli, ikincinin kvadratı. Görürsünüz? Bu tam kvadrat çox ədlidir. Yəni bunun artığı, əksiyi yoxdur üstündə, düzdür? Amma belə olsaydı, x kvadrat üstə gəlinsin 4x üstə gəlinsin 9. Gördünüz? Ha? Bax, birincinin kvadratı var. Birincinin ikinciyə vurma hasilinin 2 misli. Bax, 2 vuraq, x vuraq 2. 4x eləyir. Deməli, mənə nə lazımdır? Mənə 2-nin kvadratı lazımdır. 2-nin kvadratı da 4 eləyir. Düzdür? Bax, bunu hələ belə deməyim, yaxşı. Bax, görürsünüz bunu. Burada 4 görməliydim mən. Burada neçədir? 9. Deməli, artığı var. Nə qədər artığı var? 5 artığı var. Nə qədər? 5. Yazıram x kvadrat üstə gəlinsin 4x üstə gəlinsin 4 üstə gələk 5. 9-un əvəzinə 4 üstə gələk 5 yazdım. Aydındır? Buradan buracan mənə yenə də bunu verir. Nə verir? X plus 2-nin mötərizə kvadratı. Üstə gələk nə? 5. Bax, eyni ilə bu şəkildə yazdım. Baba, bu şəkildə. Burada ədəd üçün tətbiq eləmişdim. Burada kvadrat üçədli üçün tətbiq elədim eyni şeyi. Yəni, yarada biləcəyim o kvadrat üçədlinin içində yarada biləcəyim tam kvadratı yaratdım. Artıq əksik nə var idi? Saxladım kənarda. Başa düşdük? Aydındır? Bir dənə də yazıram. Bax, məsələn, x kvadratı üstə gəlinsin 6x üstə gələk 12. İndi mən nə bilim, mən bilməliyəm ki, ikinci mənə nə lazımdır? Bax, birincinin kvadratı var. Düzdür? Üstə gəlinsin 2 vurulsun, yəni 2 misil. Birinci x-dır. 6x eləməsi üçün burada nə olmalıdır? Bir də 3 olmalıdır. Düzdür? Deməli, mənə 3-ün kvadratı lazımdır. Nə lazımdır? 3-ün kvadratı. 3-ün kvadratını özümdən yazmışam axı ora. Yazıram çıxaq 3-ün kvadratı. Özümdən yazmamışam. Yazıram çıxaq. Heç nə eləməmişəm əslində. Üstə gələk nə var sonra? 12. Aydındır? Üstə gələk dalıcın 12 var. Bax, yenə də deyirəm. Bir dənə yazdığıma baxın. Baba, bunlar bir-birini aparır. Düzdür? Onlar bir-birini aparandan sonra nə qalır? X kvadratı qalır, 6x qalır, 12 qalır. X kvadratı, 6x, 12. Başqa nəsə var? Heç nə yoxdur. Sadəcə olaraq özümdən mən ora 3-ün kvadratını əlavə eləmişəm, həm də çıxmışam. Nəyə görə? İndi görəcəksən də səbirli ol. Buradan vuracam, mənə müxtəsər vurma düsturu versin deyə. Hansı düsturdur bu? Birincinin kvadratı, birincinin ikinciyə vurma hasilinin 2 misli, ikincinin kvadratı. Bu, x plus 3-ün mötərizə kvadratıdır. Düzdür? Mənfi 3-ün kvadratı mənfi 9 eləyir. Üstə gələk 12. Bərabərdir. X plus 3-ün mötərizə kvadratı üstə gəlinsin 3. Mənfi 9-un üstə 12 gəlinsin. Buna deyirlər tam kvadrata ayırma. Aydındır? Ayıra bilərik. İnanmıram ayıra biləsən Məhəmməd. Başı yerləyirsən də yalandan dursuz alın. Bu tam kvadrata ayırma nəyə görə vacibdir? İfadənin ən böyük, ən kiçik qiymətini tapmaq üçün vacibdir. Nə baxımından? Məsələn, mən yazmışam bura x kvadratı üstə gəlinsin 5. Səndən soruşuram ki, x kvadratı üstə gəlinsin 5 ifadəsinin. Bunun ən böyük qiyməti yoxdur. X-i artırdıqca qiymət artır. X-a 10 desəm, cavab eləyəcək 105. Aydındır, 15 desəm 225, üstə gələk 5, 230. Belə sonsuzlar. Bunun ən böyük qiyməti yoxdur. Amma ən kiçik qiyməti var. Səndən soruşsam ki, bunun ən kiçik qiyməti nədir? Nə deyəcəksən? Nədir bunun ən kiçik qiyməti?
5. Niye? Sıfır qoyacağım. X-in yerinə bəli 0 qoyacağam. Çünki onsuz da mənfi qoysam da kvadrat müsbət olur, artır qiymət. Biz adətən kiçik qiymət deyəndə mənfi falan fikirləşirik ki, mənfi verək, vəziyyəti balacalaşdıraq da, düzdür? Amma burada onu eləyə bilmirsən. Çünki X-in üstündə 2 var. Sən yerinə nə qoysan, kvadrata yüksəldin, o müsbət olacaq, üstünə 5 gələcəksən, vəziyyət böyüyəcək. Amma bəli, X-in yerinə qoya biləcəyin ən kiçik qiymət 0-dır. 0-ın kvadratı eləyir 0, üstünə 5 gələndə bu ifadənin ən kiçik qiyməti nə olur? 5 olur. Yəni, sözü gedən ifadə, x kvadrat üstə gəlinsin 5 ifadəsi, özünün ən kiçik qiymətin x bərabərdir 0 olanda, qiymət olaraq neçə alır? 5. Bax, x-in 0 qiymətində özünün ən kiçik qiymətini alır və ən kiçik qiyməti nədir? 5-dir. Aydındır? Bunu yadda saxlayıram. İndi gəlirəm, məsələn, bura, bayaq dediyim kvadrat 350. Məsələn, x kvadratı üstə gəlinsin 2x üstə gəlinsin 8. Mənə deyir ki, sən bunun ən kiçik qiymətini tap. Əgər sən desən ki, yenə x-a 0-dir, buna 8-dir, səhv eləyəcəksən. Nəyə görə? Bəlkə elə bir qiymət var ki, 8-dən balaca qiymət almaq olur. Ona görə də sən bunu kvadrat şəklində tam kvadrata ayırıb, bir hissəsini kvadrat şəklində göstərib onu sıfıra çevirməlisən, qalanını saxlamalısan. Həmin şeyi buna tətbiq edirəm, tam kvadrata ayırıram. Birincinin kvadratı üstə gəlinsin, birincinin ikinciyə vurma hasilinin 2 misli 2x-dırsa, deməli, 2 vuraq, x vuraq 1 imiş. Deməli, mənə 1-in kvadratı lazımdır, çıxaq 1-in kvadratı. Üstə gələyinə 8. Buradan bura qədər nə eləyir uşaqlar? Buradan bura qədər eləyir x üstə gəlinsin 1-in mötərizə kvadratı. Mənfi 1-in kvadratı, daha doğrusu mənfi 1-in kvadratı, mənfiyə dəymədən. Eləyir mənfi 1. Üstə 8 gələn nə eləyir? 7. Gördünüz? Hə, indi bu ifadənin ən kiçik qiymətini tapmaq üçün sən deyəcəksən ki, mən x-a mənfi 1 desəm, bu olacaq 0, 0-ın kvadratı eləyəcək 0, üstünə 7 gələndə Vaqif nə olacaq? Olacaq 7. Bu ifadənin ən kiçik qiyməti olacaq 7. X-in, bəli, x, bəli, bu kvadratın onsuz da kvadratın altından sən 0-dan kiçik qiymət çıxarda bilmərsən. X-a başqa şey nəsə desən, bu kvadrata yüksəldəndə müsbət olacaq, üstünə 7 gələndə 7-dən çox eləyəcək. Aydındır? Sən bəli, bunu tam kvadrata ayırıb, tam kvadrata ayırdığın kvadratı 0 eləyirsən, yerdə qalanında ən kiçik qiymət kimi götürürsən. Amma tam kvadrata ayırandan sonra orada o formada çoxlu çalışmalarla rastlaşacaqsınız. Aydındır? Hə, birdən deyərsən ki, həmişə məsələn x kvadratı olmayacaq ki, olacaq məsələn 2x kvadratı, üstə gəlinsin 6x, üstə gəlinsin 12, məndən 12 olmasın olsun 5. 2-yə bölə bilmərsən. Bu tənlik deyil ki, 2-yə böləsən hamısını. 2-yə öz xoşuna görə bölə bilmərsən. Nədə ki, bu 4x kvadratı deyil ki, mən bunu nəyinsə kvadratı kimi göstərim. 2 işimi pozur. 2 işimi pozursa, mən 2-ni ortaq vuruq kimi çıxardıram. 2-ni əsas bu 2-də nədən ortaq vuruq kimi çıxardanda nə qalır mötərizənin içində? X kvadratı üstə gəlsin nə qalır? 3x. Üstə gələyinə 5. Düzdür? İndi mötərizənin içində burada tam kvadrat yaratmaq istəyirəm. 2 vurulsun. Birincinin kvadratı var. Üstə gələk. 2 vurulsun. X vurulsun. 1 tam onda 5. Nə? 2-ni 1 tam onda 5-ə vuranda nə eləyir? 3. 3x eləyir. Deməli, mənə 1 onda 5-in kvadratı lazımdır. Yazıram 1 onda 5-in kvadratı. Arxasıcan çıxaq 1 onda 5-in kvadratı. Əlavə elədim, çıxdım. Heç nə eləməmişəm. Üstə gələk 5 bərabərdir. Bax, buradan buracan mənə, buradan buracan cəmin kvadratını verir. Bax, yazıram. 2 vurulsun mötərizənin içində. X plus 1 onda 5-in nəyi? Kvadratı. Çıxılsın. 1 onda 5-in kvadratı deyir 2 tam %25. Üstə gələk nə? Çöldə 5 var. Gördünüz? 2-ni vurub açıram mötərizəyə. 2-ni bura vuranda bunun qabağına 2 gələcək, mötərizənin içinə girməyəcək. Çünki mötərizənin başının üstündə 2 var. Olacaq 2, x plus 1 onda 5-in kvadratı. 2-ni 2, 25-ə vuranda olacaq 4 tam onda 5. Üstə gəlinsin nə? 5. Çöldə 5 var axı. 2 buna vurulmur. Bu mötərizənin içində deyil. Aydındır? 2 tam %25 ayına tapdırır. 2 tam %25 burada yazmış. Bu 1 onda 5-in kvadratı da bu deyil burada. Əlavə eləyib çıxdım da. Bunu istifadə elədim. Bunu da kvadratı yüksəldib yazdım ora. Aydındır? Nə oldu uşaqlar? Son nəticədə oldu ki, 2 vurulsun.
x plus 1/5'in kvadratı çıxılsın yox, üstə gələk 0/5. Bax, bunu haqq hesaba çəkəndə nə olur? 0/5. Düzdür? Söh. Bu ifadənin ən kiçik qiyməti 0,5-dir. Ən kiçik qiyməti 0,5-dir. Və özünün ən kiçik qiymətin x mənfi 1,5 olanda alır. Çünki x-a mənfi 1,5 deyəndə bu olur 0. Aydındır, 0-ı 2-yə vuranda eləyir 0. Qiymət olur 0,5. Aydındır. Bax, tam kvadrata ayırma ilə ifadənin ən böyük, ən kiçik qiymətini, kvadrat düzəldindən söhbət gedir təbii ki. Bu qaydada tapa bilərsiniz. Bu da belə. Sonra vurğulara ayrılmasını dedim. Sonra gəlir eynilik. Uşaqlar, eynilik nədir? Eynilik bu günə qədər çoxlu eynilik eləmişsiniz, amma adını deməmişsiniz ola bilsin. Məsələn, yazıram bura 2x üstə gəlsin 3x. 2x-in üstə 3x gələn nə eləyir? Hamımız bilirik ki 5x eləyir. Düzdür? Bax, 2x üstə gəlsin 3x-la 5x eynilikdir. Nədir? Eynilik. Eynilik nə deməkdir? Dəyişənin bütün mümkün qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir. Yəni, sən x-a bu tərəfdə nə desən, aldığın cavabla bu tərəfdə aldığın cavab eyni olacaq. Yoxlaya bilərsən. Məsələn, x-a 10 desən, x-a 10 desən, 2 vurulsun 10, üstə gəlinsin 3 vurulsun 10, bərabərdir 5 vurulsun 10 olmalıdır. 20 üstə gəlinsin 30, bərabərdir 50. Bəli, doğrudan da 50 bərabərdir nəyə? 50. Amma dəyişənin bir dənə qiymətində yox ha. Məsələn, tənlik eynilik deyil. Məsələn, 2x üstə gəlinsin 3 bərabərdir 8, tənliyin həll eləyəndə buradan 2x bərabərdir 5-ə, x bərabərdir nəyə? 2/5-ə. 2/5-i yerinə qoyanda bəli, doğru bərabərlik yaranır. Amma başqa qiymət qoyanda doğru bərabərlik yaranmır. Ona görə tənliyə eynilik kimi baxa bilməz. Xüsusi qiymətdə bir-birinə bərabər olur, bəli. Amma ümumi qiymətlərin hamısında bərabər olmadığına görə eynilik demirik ona. Amma bir-birindən alınan ifadələr, o bir həddiləri, çox həddiləri bir-birinə vurub alanda, ixtisar eləyib alanda, aydındır, onlar hamısı nə olur? Eynilik olur. Amma dəyişənin mümkün qiymətləri çərçivəsində. Nəyə görə bunu deyirəm? Məsələn, 2 vurulsun x minus 5 vuraq x, məxrəcdə də var idi x, məsələn 4x, düzdür? İxtisar apardın, hasildə ixtisar apara bilərsən. 4 ilə bunu apardın, burada 2 qaldı. X ilə də x apardın. Məxrəcdə nə qaldı? Məxrəcdə qaldı 2, surətdə qaldı x minus 5, düzdür? İndi buradakı ifadəyə görə x-a hər şey verə bilərsən. 0 da verə bilərsən, buna baxıb. X-a 0 versən, 0 çıxaq 5 bölü 2, cavab eləyir mənfi 2/5. Amma bu tərəfə baxanda x-a 0 vermək olmaz. Nəyə görə olmaz? Çünki məxrəcdə 0 desən buna, 0-a bölmə alınacaq. Aydındır? Ona görə də bunun dəyişənin mümkün qiymətlər çoxluğu çərçivəsində x fərqlidir 0 şərti ilə eynilikdir. Yəni 0-dan başqa qiymətlərində bəli, bu nədir? Eynilikdir. Yəni 0-dan başqa nə versən, sağla sol bir-birinə bərabər olacaq. Başa düşdük? Bu da belə eynilik, rasional ifadələr. Belə, başqa da sizin sağlığınız. Başqa da bir şey yoxdur. Bax, bu da rasional ifadələrin sonu. İndi orada qaldı sadələşmə falan, orada çalışmalarda yazılan şeylərdə yox, qeyri-adi bir şey yoxdur. Yeri qalır oxumaq.